Salam uşaqlar, mürəkkəb faiz artımına aid belə bir məsələyə baxaq. İndi biz fikir verək görək bu sadə faiz artımı ilə hesablanır, yoxsa mürəkkəb faiz artımı ilə? Biz bunu necə ayırd edə bilərik? Əgər məsələdə hər il əvvəlkilə nisbətən söz işlənərsə, baxın əvvəlki ilin. Bu söz işlənərsə, demək mürəkkəb faiz artımı düsturundan istifadə edərik. Elmir hər il əvvəlki ilin 20% qədər artım verən banka 1000 manat pul qoydu. Onun pulu 2 ildən sonra neçə manat olacaq? Əvvəlcə mürəkkəb faiz artımını yazarıq, yəni əzbərdən bilmək lazımdır. SN bərabərdir. SI vurulsun 1 plus %P üstü N. Burada SN son məbləği bildirir. SI banka qoyulan ilkin məbləği bildirir. P burada faizdir, yəni məsələdə göstərilən faiz. N isə neçə ildən sonra gedib pulu götürəcəyimizi bildirir. Burada fikir versək, S ilkin, yəni ilkin qoyulan məbləğdə neçə manatdır? 1000 manat. 1000 vurulsun 1 plus. Plus da ona görə qoyulur ki, artım verən bank deyir. Yüzdə neçə faiz deyir? 20 üstü N. N də 2 ildən sonra. Hesablasaq 1000 vurulsun. Sıfırları ixtisar apararam. 1,2. 1,2-nin də kvadratı 1,44. 1,44-də 1000-ə vursam, vergülü sıfırların sayı qədər 3 addım sağa çəkərik. Cavabımız düşər 1440 manat. Demək, Elmir bankdan 1440 manat pul götürəcək. Banka 1000 manat pul qoymuşdu. 2 il sonra 1440 manat olacaq. Bunu da hardan bildik? Yəni, incə bir məqama fikir vermək lazımdır. Əgər məsələdə hər il əvvəlkilə nisbətən söz işlənirsə, mürəkkəb faiz artımı düsturundan gedirik. Ancaq məsələn şərti belə olsaydı ki, Elmir hər il qoyulan məbləğin 20% qədər. Əgər elə yazılsaydı, onda sadə faiz artımı düsturundan gedərdik. Hər il əvvəlkilə nisbətən sözü göstərilərsə, demək onda mürəkkəb faiz artımı düsturundan gedirik.